İbadət etdiyini göstərmək yoxsa gizlətmək? Mümkün qədər gizlətmək. Sevgi aşkara vurulmaz. Göstəriş çox zədə verir bu işə. İndi biz elə bir dünyadayıq, biz göstəriş dünyasındayıq. Adamlar sevgilərini göstərirlər bütün günü. 3 il əvvəl evləniblər, hələ də toy şəkilləri paylaşırlar. Gözü doymayıb göstərişdən. Əsas odur ki, aranızda sevgi olsun. Onu göstərməsən də olar. O görünəcək. Sənin üzvün asılmamağından görünəcək ki, sən xoşbaxtsan. Bunu başqalarına göstərmə. Dindarlardan da belələri çoxdur. Özlərini göstərmək üçün sədəqə verərlər. Özlərini göstərmək üçün ibadət eləyərlər. Küçənin ortasında, maşın yolunun ortasında, bilmirəm. Ya bunun üçün uyğun olmayan yerlərdə belə ki, qoyun baxsınlar, mən bu işdən qaçmıram.